Bu paylaşımda sizi dünyanın en xoşbəxt ölkəsi Finlandiyaya aparıram. Gedək görək həqiqətən xoşbəxt bir ölkədirmi? Helsinki 32-ci ölkəm Finlandiya. Berlindən Helsinkiyə 110 manata bilet alırıq. Borussia Dortmund təyyarəsi ilə gözəl bir eniş etdik və Helsinkiyə çatdıq. Şəhərə girən kimi də 24 saatlıq bilet alırıq, qiyməti 12 evro. Bu biletə metro, avtobus, gəmi daxildir. Şəhərə çatanda bir anlıq özümü 9-cu mikrorayonda hiss etdim. Həqiqətən qorxdum. Bura isə Helsinkinin mərkəzidir. Bu gördüyünüz rus çarıdır. Arxadakı isə şəhərin simvollarından biri Helsinki kilsəsi. Klasik Helsinki havası. Yağış. Yağış o qədər şiddətli idi ki, 1 saat burada gözləmişəm. Nə olar bir anlıq keçmişə dönsəm? Neysə, gedək kilsənin içini gəzək. Köhnə adı Nikolay kilsəsi, hal-hazırdakı adı Helsinki kilsəsi 1852-ci ildə tikintisi başa çatmışdır. Charles Ludwig tərəfindən neoklasik memarlıq üslubunda tikilmişdir. Burada yağışın bitməsini oturub gözləyirəm, içimdəki din üsyan eləyir. Bu meydan Helsinkinin əsas məkanlarından biridir. Gördüyünüz heykəl rus çarıdır. Bura hökumət sarayıdır. Bura Helsinki kilsəsidir. Bu isə Helsinki Universitetidir. Bayaqki Senat meydanından biraz yuxarıda Helsinkinin açıq bazarı var. Burada Finlandiyanın milli mətbəxi, meyvə tərəvəzlər satılır. Burada qəşəng yeməklər alıb sahilin kənarında əyləşirsiniz və özünüzü xoşbəxt Finlandiyalılar kimi hiss edirsiniz. Milli mətbəx olaraq dəniz məhsullarından söhbət gedir. Bunlar muikko və silakka adlı Baltik balıqlarıdır. It's a fish? Yeah, you can. Thank you. Bu balıqlar qızardılmış tərəvəz və limonla təqdim olunur. Qəşəngdir, pisdir. Finlandiyada hər şeyin qiyməti olduqca bahadır. Balaca kivi, peyxuanın kivi kimi soxuşdururlar. Buradan da bir dənə maqnit alıb gedirik şəhərin başqa gəzməli yerlərinə. Əmi bizə yemək verəcək. Cəhənnəm olala buradan. Mənə verəcək, düzdür? İndi isə gəlmişik Uspenski kilsəsinə. Bura Helsinkinin məşhur kilsələrindən Bu biridir. kilsə Helsinkinin tarixi məkanlarından biridir. 1862-ci ildə inşa edilib. Pravoslav dini mərkəzi sayılır. Buranın tikintisi Bizans-Rusiya memarlıq üslubundadır. Kilsənin içi rəngarəng və qızılı görünüşə malikdir. Bura şəhərin təpə nöqtələrindən biridir və buradan şəhəri yüksəklikdən seyr etmə şansınız var. Helsinki şəhəri o qədər də böyük deyil. 2 gün ərzində şəhərin bütün məşhur yerlərini gəzib görə bilərsiniz. Bura isə həyatımda gördüyüm ən qəribə kilsələrdən biri Templakio kilsəsidir. Adını çəkəndə belə yoruluram. Bəli, bura kilsədir, lakin içəridə fərqli hadisələr cərəyan edir. Burada hərə öz keyfinə görə mahnı ifa edir. Qulaq asın, bəlkə bir şey başa düşdünüz. Necə idi? Konsert xoşunuza gəldi? Bu kilsənin girişi 8 evrodur. İçəridə istədiyiniz qədər oturub tamaşa edə bilərsiniz. Helsinkinin gəzməli məşhur yerlərindən biri də Sibelius parkıdır. Bu arxamda gördüyünüz məşhur abidənin də adı Sibeliusdur. Elə bu gördüyünüz Daydayın da adı Sibeliusdur. Finlandiyanın məşhur bəstəkarı olur. Bu abidəni də onun xatirəsini tikiblər. 600 boydan ibarətdir. Çox qəribə abidədir. Əlini vurursan. Abidən səsin yuxarı kimi gedir. Helsinki kilsələr şəhəridir. Şəhərin hər yerində kilsə tapmaq mümkündür. Bu gördüyünüz gəmiyə oxşayan şey Skut kilsəsidir. Bəli, bu da kilsədir. Çox qəribə kilsələr var Allah Helsinkidə. Tamamilə ağacdan hazırlanır. İçinə girək, shit, bağlı. Kampi Helsinkinin ticarət mərkəzi və avtovağzalıdır. Aşağı mərtəbədə böyük avtovağzal var. Laplandiya və digər şəhərlərə səyahət etmək mümkündür. Yuxarı mərtəbələr isə ticarət mərkəzləri və restoranlardır. Şokdayım. Yeganə Avropa ölkəsidir ki, görürəm ki, krantı var. Hələ burada bir dənə ada var. Ən çox maraqlıdır mənə. Ora gedəcəyim. Söhbət Suomellin adasından gedir. Gəmi ilə səyahət 24 saatlıq 12 evroluq biletə daxildir. 24 saat ərzində limitsiz şəkildə gəmidən istifadə edə bilərsiniz. Baxın, bu göstərdiyim adaya gedəcəyik.
Finlandiya niyə görə dünyanın ən xoşbəxt ölkəsidir? Vətəndaşların təhsili, səhiyyə sistemi və sosial təminatı tamamilə pulsuzdur. Maaşları yüksəkdir və əhali stres altında böyümür. Ayrıca ölkənin hər yeri göl və meşələrlə doludur. 40 dəqiqəlik gəmi səyahətindən sonra gəldik çatdıq Saumelin adasına. Bu ada UNESCO-nun dünya irsi siyahısına daxildir. Həm də ən məşhur turistik məkanlardan biridir. Sumelin adası Azərbaycan dilində Fin adası deyilir. 1748-ci ildə İsveç Krallığı tərəfindən tikilmişdi. Daha sonra Ruslar buranı daha da inkişaf etdirib, genişləndirib. Zamanla burada həm türmə kimi istifadə olunub, həm də ki Helsinkini qorumaq üçün hərbi baza kimi istifadə olunub. 1918-ci ildən də Finlandiyaya verilib bu ada. Baxın, gözünüzə su verin. Azərbaycanda hamı evlənməkdən qaçır. Bura 6 kiçik adadan ibarətdir, bir-birlərinə körpü ilə birləşdirilib. Qala divarları, toplar, tunellər, hərbi binalar, hər şey görmək mümkündür. Adada belə bir giriş var, bu girişin adı isə Kral qapısıdır. İçəri girəndə toplar və gözəl bir mənzərəyə şahid oluruq. Burada saatlarla oturub təbiəti və günəş batımını seyr etməkdən zövq ala bilərsiniz. Amma geri qayıtmağı da unutmayın. Sonuncu gəmi saat 9-da Helsinkiyə yola düşür. Bir sözlə Finlandiya sakitliyi və təbiəti sevənlər üçün ideal bir ölkədir. İndi isə yolumuz Laplandiya Rovaniemi şəhərinə olacaq. Laplandiya vloqunu qaçırmamaq üçün səhifəmizi izləməyi unutmayın.